Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda danışacağım mövzu aktual mövzulardan biridir. Bir neçə müddətdir ki, sosial şəbəkələrdə Azərbaycanda fəlsəfə, istər Azərbaycan, istərsə Türkiyədə fəlsəfə iddiasında olan şəxsləri izləməyə başlamışam. Yəni o şəxslər ki, fəlsəfədən danışırlar, fəlsəfi təfəkkürdən, fəlsəfi düşüncədən və yaxud fəlsəfi cərəyanlardan danışırlar, ortaya bir fikir qoymağa çalışırlar. Eynən Azərbaycanda da araşdırma, təhlil apardım ki, vəziyyət nə yerdədir. Çünki mən də fəlsəfi təfəkkürdən danışdığım üçün, fəlsəfədən danışdığım üçün, yəni Azərbaycanda olan başqa fəlsəfəçilərin də hansı fikirdə olduğunu öyrənməliyəm. Ki, görəsən nə danışırlar? Yəni mənlə eyni sahəni araşdıran şəxslər bu barədə nə düşünürlər? Bunu mənə maraqlı gəldiyi üçün araşdırmağa başladım və belə bir nəticəyə gəldim ki, Azərbaycanda fəlsəfə iki mövqedə var. Yəni iki mövqe fəlsəfə iddiasındadır. Bu iki mövqe nədən ibarətdir? Daha doğrusu fəlsəfədə iki mövqe var Azərbaycanda. Bunların birincisi daha çox emosional yönə qapılıblar. İnsanların duyğularını nişan alırlar. Bu nostalji hisslərdən, insanın qəlbinə xoş olan sözlərdən istifadə etməklə insanları manipulyasiya etməyə başlayırlar. Və bu cür insanlar artıq daxillərində sanki bir mənanı tapmış kimi hiss edirlər. Sanki ilahi bir nur onların qəlbini işıqlandırmış kimi hiss edirlər. Və bu cür manipulyasiya olunurlar. Digər bir mövqedə dayanan şəxslər isə daha çox terminlərdən istifadə etməyə başlayırlar. Terminlərdən istifadə edirlər, daha çox kitab adı çəkirlər, daha çox filosof adı çəkirlər. Məsələn, deyirlər ki, Nietzsche belə deyibdi və yaxud Russell belə deyibdi. Bunları daha çox təkrarladıqca insanlar şüuraltı olaraq mesaj ötürürlər ki, mən sizdən daha ağıllıyam. Və mən sizdən daha ağıllı olduğum üçün və siz də cahil olduğunuz üçün mən nə deyirəmsə ona qulaq asmalısınız. Və bu şəxslərin paylaşımlarına diqqət etdim. Bu şəxslər paylaşımlarında necə bir paylaşımlar edirlər? Paylaşımlar bu şeylərdən ibarətdir ki, məsələn, siz məni başa düşməyəcəksiniz. Yəni insanlara, cəmiyyətə xitaben, siz cahilsiniz, sizin təfəkkürünüz məni başa düşəcək tərzdə inkişaf etməyib və mən sizdən ağıllı olduğum üçün mənə tabe olmalısınız. Bu cür bir mesaj ötürürlər onların şüuraltısına. Məsələn, bir neçə paylaşımda gördüm ki, oxuduqları kitabları paylaşırlar və oxuduqları kitabların ondan başqa kimsənin başa düşməyəcəymiş kimi belə bir şeylər, paylaşımlar edirlər. Yəni, siz bunu başa düşməyərsiniz, amma mən oxumuşam, mən başa düşmüşəm, demək ki, sizdən ağıllıyam və daha çox terminlə, məsələn, obyektivizm, subyektivizm, realizm, materializm bu cür məsələlərdən daha çox istifadə edərək insanları aldatmağa çalışırlar. Bir növ manipulyasiya, yanlış yönə manipulyasiya edirlər. Və bunları təhlil etdikdən sonra belə bir qərara gəldim ki, belə bir şey düşünürəm ki, fəlsəfəni bu şəxslərin əlindən qurtarmaq lazımdır. Çünki bu şəxslər artıq insanların düşüncələri yanlış bir yönə istiqamətləndirirlər. Bu fəlsəfə deyəndə, yəni bu fəlsəfi, bu sahəni qurtarmaq anlamında yox, insanların düşüncəsini, insanların ideologiyasını qurtarmaq anlamında deyirəm ki, insanlar yanlış düşüncələrə sürüklənməsinlər. Məsələn, birinci tərəfdə ondan ibarətdir ki, bu insanların, yəni birinci tərəfdə emosional yönə qapılan fəlsəfəçiləri nəzərdə tuturam. İnsanlara bu cür mesaj ötürürlər və insanlar bayaq da dediyim kimi qəlblərində bir məna tapmış kimi hiss edirlər. Və bir müddət keçəndən sonra o insanlar çöküş yaşayacaqlar, yəni çökəcəklər həqiqətən. Ki, o daxillərində hiss etdikləri, yəni yalançı mənanın həqiqi olmadıqlarını dərk edəndə artıq orada çöküş yaşayacaqlar və bu böyük bir depressiyona sala bilər onları. Bu birinci tərəfin insanlara vurduğu ziyan. İkinci tərəfin insanlara vurduğu ziyan isə bundan ibarətdir ki, insanlar özlərini aşağı bilirlər. Yəni, məsələn, həmin şəxs danışır, özünü ağıllı iddia eləyir, deyir, mən nə deyirəmsə odur və siz cahilsiniz, bu cür ifadələrdən istifadə edir və insanlar özlərini çox aşağı tuturlar və özlərinin nəsə edə biləcəklərini ümidləri qalmır. Artıq həmin şəxs nə deyirsə, yalan olsa belə qəbul etməyə başlayırlar. Bu da çox böyük bir siyasətdir, insanların manipulyasiyası, kütləni idarə etmək üçün. Yəni, həmin dövrümüzdə olan filosofların bir çox da bu cür edir. Filosoflar dedikdə, yəni müəyyən mənada filosof deyirəm ki, yəni onlar filosof deyirlər daha doğrusu. Sadəcə fəlsəfədən danışdıqları üçün müəyyən mənada filosof dedim onlara. Yəni bu insanları manipulyasiya edirlər ki, mən sizdən ağıllıyam və insanlar da artıq özləri düşünməməyə başlayırlar. Yəni çünki artıq o düşünür və o düşünürsə, demək onun düşüncələrindən istifadə etməliyik biz ona çata bilmərik.
mən nəsə düşüncə ortaya qoya bilmərəm və buna görə də insanlar artıq başlayırlar şəxsiyyət yönümlü olmağa. Falan şəxsiyyət belə də deyir, falan şəxsiyyət belə də deyir. Və düşünürəm ki, bu iki mövqedə olan şəxsləri əlindən insanları qurtarmaq lazımdır. Fəlsəfəni və yaxud düşüncəni, təfəkkürü bu iki metoddan qurtarmaq lazımdır ki, insanlar sərbəst düşünə bilsinlər, düzgün qərar verə bilsinlər öz həyatlarında. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.